bezdim futboldan. Azərbaycan futbolçuları axır ki hardasa dünya çempionu olub. Kompakt komanda kimi PSG Barcelona'dan daha yaxşı. Artist deyirəm yaxşı. Heç bir proqnozu düz çıxmadı. Nə Atalanta çempion oldu, nə Inter. Ruzelan səhifəsində bax gördüm mən. Ablaşqadan ediblər. Yeganə il idi ki, bütün yəni toplar gündədir. Barcelona'yı vurdular biraz da olmadı mı? Allah bu seriya onda nə gündədir ki, bu komanda orada birinci yerlərdə gedirdi. Sonanın əvvəllərini deyir İtalyanlar. Kambiyası, mambiyası. Seriyanın ümumiyyətlə çox belə necə deyirlər, öz balaca dünyası var. Əgər ağın çıxartdın. Ona görə sənə vermirlər o pulu. Bağla veriş. Sıxıldım mən futboldan. Bəlkə başqa bir dənə veriliş çəkək. Evet, Formula 1. Ni futbolni veriliş. Ni futbolni veriliş deyə deyək, onsuz ni futbolni danışırıq. Biz Balşoy tenis, Balşoy. Futbol podkastın adı Balşoy. Ni futbolni demişkən biz nəsə ni futbolni bir turnirdə çempion olmuşuq, hə deyəsə bu təcəvüz. Dejavu hissi məndə biraz var. Sizə olub da belə şeydə yaxında həyatınızda. Arada. Başım, hə mini futbol üzrə dünya çempionu olmuşuq. Mini futbol. Mini futbol. Hə, mini futbol. Sayını buna görə çağırmışıq biz görsən. Dünya çempionu olmuşuq. Azərbaycan futbolçuları axır ki hardasa dünya çempionu olub. Mini futbolçuları. Bir mini təbrik oldu. Mini təbrik edirik, hə. Başqa nəsə sualınız? Biz nəsə amma deyəsən bir 2 il əvvəl nəsə başqa bir şey. Avropa çempionu olmuşuq o vaxt 22-ci ildə. Yəni Qazaxıstan zad idi onda. Qazaxıstan deyildi. Kim idi orada? Rumıniya finalda olmuşuq. Qazaxıstan yarı finalda. Yarı finalda. Yəni mini futbol oradan başlayıb da o təkan verib də elə ki bu futbol bu elə bir ki idman növünün belə deyim daha çox populyar olmağı ölkədə bu olub. Amma belə baxanda hər bir Azərbaycanlı oğlan oynayıb da bu mini futbol. Çünki mini futbol asfalt meydançaları var. Neçə ildən bir olub? Dünya çempionatı 2 ildən birdir. Avropa çempionatı deyəsən 2 ildən. Bəlkə növbəti çempionata bir Vuvuzela tim kimi qoy boşulaq. Olsun futbolun bir çempionatı tam bizlikdir. Komanda yox, bu da mənim başı yığmadır da, yəni burada futbol professional futbolçular da orada oynayanlar. Məsələn, böyük futbolda oynamış adamlar da var. Çempionatı Prost böyük futbolda alındırmamışlar. çempionluğu qeyd elədik. Bugünkü şəkili gördük. Bildiyin ya böyük də bacarmayıblar. Yəni o adamların çempionluğu qeyd eləmə şəklini gördüm mən. Yəni çox da professional orada sayılmaz. Bəzi yığmalar var idi ki, məsələn Bosniya yığması Haris Medunyanyan var idi. Məşhur futbolcu amma tanıyır onu. Seniyat İbriçiç var idi. Sonra onların yığmasının direktoru da Elvir Bolişdir, Fenerbahçenin oyuncusu. Yəni bəzi komandalar çox ciddi yanaşır buna. Rumıniya kimi, Serbiya, məsələn Çekiya, Qazaxıstan, o həmin ölkələrdə bu populyardır bu idman növü. Amma məsələn böyük ölkədə, məsələn İngiltərə yığması var idi. Ən bəlkə qeyri futbolçulardan yəni yığılmış yığma məncə hələ İngiltərə yığması idi. Amma bizim yığmada, mən Rumuniyada, Bosniyada, Çekiyada keçmiş futbolçular bir-ikinə var idi hərəsində. Amma yəni bu daha yaxındır bizə, yəni ki futsal. Futsal UEFA-nın tərkibində olduğuna görə daha populyar, daha məşhurdur. Amma mini futbol Dünya Federasiyası heç bir yəni UEFA-da, FIFA-da deyil də. Ona görə biraz çətindir reklam qazanmaq. Həm də pul azdır burada çünki qeyri-rəsmi bir şeydir. Amma normal sponsorlar var bizim üçün. Hər ölkənin bir sponsoru var idi onsuz. Bizdə əməlli idi. Bizdə yaxşı sponsor var da. Sokar. Azərbaycan nəsə var idi orada. Asfor zad var idi. Zirənin elə bir ki qardaşıdır da bu. Mən belə başa düşürəm ki, bizim millət olaraq problem futbolla yox, UEFA ilədir da. Yəni UEFA-dan qıraq bütün turnirlərdə oynayırıq. Mən fikirləşirəm. Sadəcə olaraq, okey, biz öz evimizdə oynayırdıq, daha udmağa əlbəttə ki, hər amma dəstək də möhtəşəm. Dəstək də möhtəşəm idi, yaxşı idi, bəli, razıyam. Bütün blogerlər oradaydı. Mən açıq olan storylərdən bildiyim ki, elə bir turnir var. Bura oradaydı. Biraz moment var ki, blogerdi da. Mən deyildim, getməmişdim. Nədir? Getməmişdim. Blogerlərlə oynaya bilirsən, ora gedə bilmirsən. Twitter'dan baxırdım da. Hə, o nəysə. Amma mən elə fikirləşirəm ki, buna biraz çoxlu pul yatırılsın digər ölkələrdən, kimisə məsələn daha çox buna vaxt ayırmağa başlasa və UEFA və yaxud da FIFA hansı hər şey qaydasına düşəcək. Hə, düşsə məncə bizimkilər çətinləşəcək çempion olmaq. Çünki Azərbaycan İngiltərənin oldu. Mən Portuqaliya, Bolqarıstana oldu, nə belə Mavritaniya, Fransa, Gürcüstan, Argentinanın oldu. Belə şey var. Hə, yəni belə. Nəysə, bu arada biz verilişə başlamışıq. Qərb Ekspresin 40-cı buralışı efirdədir və tam güvənli və qanuni mərc oyunları operatoru olan Misli bizim baş sponsorumuzdur. Bu demək olar ki, mövsüm sonu kimi bir buraxılışdır da. Çünki artıq
Çempionlar Liqası bitdiyinə görə demək olar belə baxılası bir şey qalmayıb. Düzdür. Millətlər Liqası var. Var, Sonra heç- klublar arası Dünya dünya çempionatı Non-stop çempionatı futbol var. davam edəcək onsuz Bəli, da. biz davam eləyəcəyik. Onsuz bir çox futboldan danışmadığımız. 24-25 mövsümünü Bəli. yekunlaşdırırıq. Bu mövsümü Və- yekunlaşdırdıq. Special guest var bizdə. Bəli, şah qayıtdı. Şax. Xüsusi bir Faik. dedi ki, Xan kəndinə qayıtdı da başa. Məsih deyir. Ziya da yoxdur. Çox Ziya da yoxdur. çox simvolik qayıtmışam. Dünən Elsin yazmamışdan qabaq Vuzelanın səhifəsində var. Gördüm mən ablaşqadan ediblər. Üstünə heç saat keçib zəng eləyib yazıb amma. Muxtar görsən də, yəni bir gedir öyle. Ehtiyatlı ol Muxtar. Sən Muxtara deyirsən özün də ehtiyatlı ol. Bu nə sapasın adam, çox apasın. Və onun üçün bizim topiklərimiz biraz tam belə mövsüm sonu mövzulardır. Və birinci mövzu mən istəyirəm ki, belə bir ümumiləşdirək də biz daha çox Avropanın top 5 liqası özəlində danışırıq deyə bir yüngül mövsümün komandasını seçərək başlayaq söhbətə. Sizcə bu Avropanın top 5 liqası Simvolik heyət yoxsa Yox, hələ ki Ən komandalar yaxşı komanda üzərindən gedir. Hə, seçilib. məsələn 5 dənə çempion arasında sizcə Aydın məsələdir ki, PSG-dir. PSG məncə də. Treble etmiş yeganə klub və belə super bir qələbə qazanmış Çempionlar Liqasında. Tarixə düşmüş Tarixin hesabla. boyu yəni belə bir hesabla Interə də saya bilərik mövsüm komandası çünki belə hesabla uduzublar. O da Amma Inter möhtəşəm yaxşı bir gəlirdi. Tarixə giriblər bundan. Son bir aya kimi yaxşı gəlirdi. Hə. Amma yenə də məncə PSG o 100% o hamı. orası Barcelona da Barcelona ola bilər ikinci yerdə ki. Barcelona. gəlin belə eləyək də o 5 dənə çempion Sıralama. arasında sıralayaq. İlk 5-imiz nədir? PSG Barcelona 1-2 Aha. məncə. 100%. Məncə Liverpool 3 olar. 3 Liverpool, yes. Hə, 3 Liverpool şey Sonra da qalır Napoli ilə Bayern. Bavariya ilə Napoli. Mən Napoli Napoli qoyardım deməzdim. 4-ə. Nəyə görə? Çünki bu heyətlə çempion olmaq biraz məncə çox Sən Bir niyə qoyursun? turnirdə oynayıb da. Yəni başqa heç bir dərdi yox idi. yaxşıdır, amma heyət nə heyət idi? Heç nə. Amma bildim Lukaku də, da çempion. nə olsun? Axır ki Lukaku nəsə eləyib də bu komanda içində. Biraz mən burada Ələkbər abi ilə razıyam. Bayern üçün Almaniyada çempion olmaq da O da bir şey heç də o deyil. Fermer Onsuz liqa da deyir. anadan Bayern gəlmə Leverkusenun da bərbad mövsümü olmuşdu. Hə də, yəni Başqa rəqibi də yox idi. konkurent yox idi liqada. Onun üçün mən 4-də Napoli gedər. Yəni ən azından Conte'nin əməklərinə Hə. qarşı. Çünki bir mövsüm əvvəl onsuz da hardaydılar, gətirdiyi çempion elədi klubu. Ona Sözü İlk 5-i belə eləmək. PSG ilə Barcelona dirəşə bilərdi əgər Barcelona finala çıxsaydı, o super olardı da. İyi. Məncə oyun İyi barəsində idi. də çox super olardı. Çünki iki dənə Elə bir final əlbəttə möhtəşəm. çox gözəl olardı. idi. Okey də. Amma Barcelona PSG məsələsində mənə elə gəlir ki, daha gözəl hücum futbolu oynayır deyə bir sual olsa, hə burada hardasa Barcelona daha belə dinamik, daha belə bam bam Amma bam Zaşdası gələn da bir- fərqli başı Hə, deyil. Amma kompakt komanda kimi PSG Barcelona'dan daha yaxşı. PSG Yox, boyu PSG hər də- şeydə üstün PSG idi. də udardı bəlkə də yenə də deyirəm. Mən sadəcə olaraq demək istəyirəm ki, açıq gözəl futbol görəcəkdik. Məsələn Inter burada 2-0 O mənim üçün çox gözəl futbol idi. Yox, mənim üçün də çox Bütün gözəl oyun idi. hücum keçdi. Əla idi, Yox, bəli. sən niyə? Bilmirəm. Əla idi. Mən də çox razıyam. Çox sağ olun. Amma yenə də istəyirdim ki, sonunda rəqib komanda nəsə bir eləyərdi. Amma Yaxşı istəyirəm. istəyirəm, yaxşı. Yox, istəyirdim də biraz qabağa getib bir dənə qol buraxsın. 6 olsun, 7 Barkola olsun. vuracaqdı da 6-7 də idi. Bizə prozib ki 4-də saxlayar. Yəni 4. Mayulu, pomidor Mayolu yumurta gəldi, deyib. vurdu bir dənə. Orada elə mənə elə gəlir mövsümün baş məşqçisini də Luis Enrique eləmək Hə, olar. Çünki 100%. treble aldı və Milyon faiz. mən elə gəlir ki, yenə Barcelona azarkeşləri məndən söyləyəcəklər, məni əsəbləşəcəklər, amma yəni Barcelona ilə La Liga qələbəsi qazanmaq, yəni okey, möhtəşəm iş görürlər, gözəl futbol oynayırlar, amma o qədər sensasional bir şey deyil. Amma PSG ilə Çempionlar Liqası qalibi olmaq və o PSG ki, bunu Neymarla, Mbappé ilə, Messi ilə bacarmayıb. Mən məşqçi, əgər məşqçi seçim olsa, Luis Enrique 100% Mövsüm birinci. məşqçisi İkinci yerdə Luis Enrique. mən slotu qoyardım. Çünki Okey, ilk o da 5-i sıralayın onda. Hadi slot 2, çünki o ilk gəlişində Srazu çempion oldu. O da böyük bir şey. Normal, Okey də, normal. yanvardan oldu ya. sonra bir düşüş Çox başladı. dirəş Okey, o heç. Amma çempionlara uduzublar da, yəni belə deyək də. Mhm. PSG uduzublar, çempion olan komanda. O okey, ikinci mən slot qoyardım, slotu. Üçüncü yerə elə Flick'i. Dördüncü yerə Klopp. Conte. Klopp. Klopp nə idi ola? Conte. Samirin Conte. qulağından irə. Hə, Conte. O nə və- belə heyt eləyir Nə Conte-ni bilim. mənə çatmır. Sami onsuz da özü də bilmir arada belə. Heç bir proqnozu düz çıxmadı. Nə Atalanta çempion oldu, nə Inter çempion Sən oldu. O vaxt vaxt aldın ona. Atalanta çempion nədir? Vaxt aldın ondan. Qonaqlıq Qonaqlıq vaxtı. gəlmir, heç verişə də gəlmir ona görə. Bəli, öyrənmiş oldunuz ki, Samir niyə yoxdur verilişdə. Kompaniyində daha belə məcburiyyətdən 5-ci yerə yazmaq olar orada. Kompaniya məcburiyyəti Zaten yox. başqa bir Kompaniya yeri da yoxdur. kompaniya üçün O da də belə gözəl görmədi. mövsüm oldu da, yəni çempion oldu. Amma prosta digərlərinin yanında bu hələ ki 5-dədir. Amma növbəti mövsüm bəlkə kompaniya daha yuxarı getdi. Bəs əsas məsələnin civcivli yeri, mövsümün futbolçusu kimdir sizcə?
Dembele alternativlər sayım. Dembele, Yox. Yamal, Məndə Rafinha, çox fərqli bir şey var. Salah. Sırf Heç biri Amma deyil öz mənə. Mən Donnarumma nə qədər zəhləm keçərdi istəyirəm Donnarumma olsun. Donnarumma da düzdür, amma mən sırf bunlardan götürsəm, mən elə fikirləşirəm ki, bütün adını çəkdin oyunçuların məncə bundan sonra hələ şansı olacaq, yaxşı mövsüm keçirir. Məncə Rafinha bu mövsümdən, bəlkə bundan sonraki mövsümdə yaxşı olacaq, amma bu mövsümdən daha yaxşı olmaz. Hə, sənin üçün Məncə- mövsüm oyunçusu Rafinhadır. Məncə Vıstrelil. Yəni bu sədə yəni başından yuxarı tullandı. pik elədi. Bundan sonraki bəlkə də yaxşı oynayacaq, amma bu mövsümün statistikasını keçməz. Mən elə fikirləşirəm. Məncə ondan elə şey gözləmirdilər. Hələ heç kim Ona görə də ilk 500-i. oyunçu olaraq. Ha. Mən deyim yaxşı okey. Mən deyim hələ Rafinha bir nömrə. 57 oyunu 34 gol 25 asistlə Bəli. bitirib. Mən Ki Dembele deyir. Amma şey də var. Yamalı da mən qoymaq istəyirəm. Pedri də var. Çünki ha? Pedri də Pedri var. yoxdur. Mən Atakuçi daha çox Hücumçu fikirləşirəm. var. Hə. Mən Yamalla Dembele amma yaxşı qalib komandanın oyunçusu mən daha yuxarı qoyaram. 2 Dembele, 3 yəni 49 oyunu Yamal, 33 gol 15 asist də Dembeledir. 3 Dembeledir. Yamal. Dembele. Amma 4-cü Salah Salah olsun. da, Salah. Mövsümün sonu biraz şey elədi. Zəif oynadı. No, mövsüm də- əvvəlində yaxşı idi. Bir də məncə Liverpool azarkeşlərdə razılaşarmı ilə Salahdan gözləyirdilər şeydə Çempionlar Liqasında daşısın klubu daşıya bilmədi. Çempionlar Liqasına uduzandan sonra bunlar çempionatda da biraz getdilər. Prosta hörmətli Arsenal da həmişəki kimi O heç nə elə Hörmətsiz bilmədi. oldu. dəstək verdi də. Hə. Amma həqiqətən PSG oyunlarını Salah çox pis oynamışdı. Yəni onun üçün məncə Ballon d'Or'da da rəqabət şansını böyük ehtimalla itirib orada. Yox, əlbəttə gör güclü. nə vaxt Həm çox hərfi tez üçün uduzdu da elə Hə, bir. Ballon Çox d'Or. tez basdılar Klublar bayrağı. dünya çempionatı PSG yaxşı getsə yuxarı. Orada şu Dembele 100%. Bu məncə yəni faktiki bu situasiyada veriləcək olsa Ballon d'Or Dembeleyə verilməli. Hal-hazırda yes də Dembele. Ya ona da. Və bir də bu şey futbol səhifələrinin çoxusu da paylaşır. Lewandowski-ni elə bil bir yüngül yaddan çıxardılar. Hə, Okey. yox. Lewandowski Lewandowski sezonun bu yaşında əsas bu məsələsində, statistika- əsas mərhələsində də zədələndi getdi. Yəni bir tərəfdən də o yaşdakı futbolçuları məncə- kimi dartdı gətirdi də komanda. Nə məncə ya. Yaxşı. Məncə o. Madam ki 2 dənə Milan azarkeşi burdadır, mövsümün ən pis nəticə göstərmiş klubları hansılardır? Bəli Milan özü. Manchester 2-də. Yox məncə Daj Manchester 1-də. Yox, Manchester 1-də. Manchester Ya, Ajax var. Ajax pis deyil amma fiasko, sonunu fiasko oldu. Fiaskodur da elə. Bildiğin Ayazko fiaskoydu. 9 hal uzurdu. Ayazko? Ajax. Ajax. Ariasko. Hə, mən fikirləşirəm ki, İlber Ortaylı'ya zəng gəldi bu arada. Ajaxdan. Johnny Hatinga zəng gələr ki, bəsdir. Söyməyin. Hə, mən fikirləşirəm ki, hələ ən birinci, ən belə bərbad mövsümü keçirib United. Əlbəttə. Sonra hələ Milan çox zəif nəticə göstərib. Son 7 ildə desək ki, Avrokuboklara düşməyib. 7 ildən, 8 ildən sonra deyəsən. Çox zəif nəticədir. Sonra kimi deyək? Ajax 3 mən Ajax. Ajax hə? Yox, elə batırmaq yoxdur da. Gəl orada. Yox, Neçə Ajax qaldı? yox. 8-9 xal idi əldən Amma verdi. bundan qabaq 8-9 halda onlar arxadaydı. Gəldilər Gəldi, keçdilər. Okeydə də ora kimi gəlmirsən də. Yəni belə 4-5 oyun dalbada 90 plusda bıraq, yaxşı. 90 plusda bıraq. Baş Fənərbağçı məsələn yenə də deyə Avropa bilərik. No həmcə ordadır da Fənərbağçı. Avropa Liqasının qələbəsi biraz şey ola bilər amma Tottenhamın özünü də demək olar. Arsenal. Çünki Arsenal çox bərbad Tottenham sonluq oldu. finalla çıxartdı prosta sezonu. Ya da Tottenham Çıxartdı yəni sezonu. şeydir də, Tottenham sən heç. Ondan bəklənti də yoxdur. Tottenham'dır da, yəni başa düşdün? Yəni Ki onsuz da Tottenham həmişə yuxarılara oynayanda da liqada, yəni çempionluğa oynamırdı, Avropaya getmək üçün oynayırdı. Bir şəkildə getdi yenə Avropaya. Bədbəxtdir ki, bir dəfə yeganə il idi ki, bütün yəni toplar gündədir. O da bacardı Leicester uduzmaq həmin ildə. Yəni nə deyirsən başqa Ki bir həmin kluba? mövsümün sonunda Arsenal da daş gəldi keçdi onlar. İkinci yerə Arsenal Ki olmadılar. 2 Hələ olmadı. Çelmoli olmadı. bərbadlar da, nə deyir? Onların trofey rumu belədir də. Bir dənə var. Bizdəkilə nə idi? Hələ Bu da şeydə Audi Cup. Amma Arsenal mən oraya yazmaram. Arteta'nı mövsümü uğursuzluqla nəticələndirən məşqçi kimi mən açıq siyahıya salaram. Çünki Premier Liqada rəqabətə tab gətirmədi. Neçə il dalbada bu eyni ssenari davam edir. Hə. Arsenal gəlir. Bir nəticə çıxarmalı idi. 2004-dən bu yana çempion olmayan klubdur. Çempionlar Liqası ümumiyyətlə yoxdur. Chelsea-yə gülürlər onların fanatları. Amma Chelsea bu illər ərzində də hər şey unutdu. Ha. Avropa Liqası, Çempionlar Liqası, Konferans Liqasını unutdu. Çempion oldu dəfələrlə. Dəfələrlə dedi 3-4 dəfə. İngiltərə FA Cup var.
Arsenalda bir dənə FA Cup-da deyəsən, başqa heç nə yoxdur. FA Cup udub bir dənə ki, Manchester United belə daha çox kubok var. Yəni Yes. bu son 5-10 Aha. ildə onlardan. Ha, bir də mən ən pis nəticələr verən komandalarda mən City-ni də qoyardım. Çünki City mövsüm bəlkə Pep vaxtının ən zəif nəticələrdən biri idi. Yaxşı sonda biraz çıxdılar. Məncə Pep də başını buraxmışdı öyle. Pep başını buraxmışdı, Bu sezon o deyil. Amma heç on Çempionlar Liqasına düşdü. Əsas da Real'ı uduzdular Çempionlar Liqasında birinci növbəti mərhələdə yoxdur. Və əlbəttə ki Inter. Çünki Inter Yox, Yox. Fiyasko sezon. Fiyaskodur da. Treble-dan heç nə eləmədi o. Baxımdan son turda çempionatı itirdilər. Öz meydan Lazio-nu udmadılar. O orada hamısını həll elədi. Bu bir. İkinci məsələ də hər şey onun öz əlində idi çempionatda. Kubokda da uduzdu öz rəqibinə, əsas rəqiblərdən birini. Yəni Çempionlar Liqası finalında bərbad oyuna. Necə ki bundan 22-ci ilin finalında necə danışırdılar Internet dedilər ki, ayda Inter nəyinə də alıb haqq ki o final bundan daha yaxşı. City-ni tək qapı oynayırdı. O boyda super City-dir. O mövsüm City super City-dir. Inter amma daha yaxşı oynayırdı. Yəni bu açıq-aşkar bunu hamı deyə bilir də. Amma bu mövsüm konkret bədbəxtçilik. Eyni məsələ Arsenalda dediyim şeyi mən Inter üçün də deyəcəm. Burada məncə məşqçi faktorunu biraz kənara qoymaq lazımdır. Arsenalda da Interdə bədbəxtlik məşqçidədir. Yəni Arsenal daha çox. Arsenal daha çox ola bilər, amma ikisinin winner məşqçisi yoxdur. Yox, məncə Inzaghi bir şey deyib, seçim etməlidir. Ya çempionlara oynamalıdır, ya seriyaya. Burada düşdü şeyin dalıyca Barcelona ilə dirəşdi, serial getdərdi. Orada dirəşdi, bura əldən getdi. Hələ top məşqçi deyil. Yəni top məşqçi hələ bundan sonra da olmayacaq. Məntiqli. Bizə görə, çünki o Açer 53 yaşlı oyunçularla hər iki şeydə oynamaq olmur. Vision var. O winner şeyi, mentallığı yoxdur bu adamda. Ona görə də bu adam bir sənəcə hər bir şeydə oynamaq istəyir. Bu bir sənə harda mən bunu gördüm. Milana 2-0 uduzur. Kubok oynadı da. O bir sənəcə sən heyəti buraxmısan, qapıçı, ikinci qapıçı, oyunçu, imponent oyunçular da sən əsas oyunçuların zapasdadır da. Sən 2-0 uduzursan, daha da 3 dənə zamin edirsən. Çalxanoğlu, Mıxtaran hamı da girir də. Amma onu demək istəyir, göstərirsən ki, yox mən axıra kimi mən oynayacağam da burada. Amma bir dənə də dank 3 növ soxularsan. Məncə orada prosta Milan faktor vardı. Derbi, o qədər derbini batırdı. O da bəri başdan sən bütün start və əsasda buraxdı bunları. Fikirləşməmişdi də. Yenə o yadda Vision söhbəti. 2022-ci çempionatda 1-0 udurdu. 60-cı dəqiqədə Alexisi buraxır, Çalxanoğlu çıxardır, tap Ciro 2 dənə gol. Yəni o zamanlarda ümumiyyətlə Darmian kimdir, səncə Zalewski nədir? Aşı baxırsan Interin sahası deyirsən, bunlar necə finala çıxıblar? Mən həyatımda gördüyüm ən bərbad oyunçu əvəz eləməsi eləyən məşqçi ola bilər də şey. Inzaghi. Ola bilər, niyə də yox? Yəni plan B deyilən bir şey yoxdur da onda. Həm də baxırsan belə. Məncə Skamekası da fərqli deyil. Skamekaya baxırsan belə, Vruza bu oyunçu həm Arnautovic buraxsın. Taremi buraxsın. Kimlə oynasın? Hətta bu oyunçularla gəlib çıxıb da bu. Bildim də, yəni variantı da yoxdur. Başqa fərqli var. Fikirləşirəm ki, Allah bu seriya onda nə gündədir ki, bu komanda orada birinci yerlərdə gedir də ki, Avropada. Yaxşı, Barselona vurdular da, Açer bizat vurdu. Barselona vurdular biraz da olmadı. 3 oyuna 7 dənə top vurmaq deməkdir vallahi. Interin mövsümün oyunçusu məncə Dumfries idi. Mövsümün oyunçusu? Hə, Interdə. Yəni çünki ən əsas vaxtda o çıxıb da, yəni. Amma hey Barcelona Lautaro mövsümün sonluğunu. Ümumiyyətlə Lautaro yox idi də elə bir ki də. Sonra Turan vəbşə çox zəif oynadı bu mövsüm. Zədədən sonra zəiflədi vəbşə. Keçən mövsüm daha yaxşı idi. Barella fiyasko. Barella finalda biz gördük də Barella nə idi? Barella Barcelona ilə o cavab oyunda da pis gündə idi. Hə də Barella onun səhvindən vuruldu da. 2 oyun ikisində də çox topu verirdi Barcelonaya. Finalda heç də finalda yox idi prosta. Zəif performans göstərdi. Çalxanoğlu, Mıxtaryan onlar da. Dimarco özü yəni özü biz gördük də. Dimarco'nun da bu il demək ki gələn gedən yəni onun flanqından gol vurdu da. Özü də daha finalda gol vurdu. Yəni ona görə deyirəm, yəni Inter Sommer yaxşı idi o heç, amma Sommer yazıb. Sommer də yazır. Axı nə qədər top çıxarır da. Hə, yəni mən ona görə də mən o sıraya qatardım Interi. Çünki bir ay bundan öncə Interin pozisiyalarına baxsan, seriyada faiz nisbətini götürsən, daha çox faiz verirdilər onların çempionluğuna. Kubok yarımfinalda öncə vəbşə Milan'da sayan yox idi favorit. Amma yenə də və Çempionlar Liqasında Barcelona qələbəsindən sonra ən azı 50-50 idi də PSG ilə şey. Və hər bir turnirdə uduzublar. Heç bir medalsız, titulsuz başa vurublar. Məncə bu biz bilmirik növbəti mövsüm nə vəziyyətdə olacaq indi. Bəlkə indi bunlarda şey olur,
xəyal qırıqlıqları zət olur. Məşqçi gedir, məsələn Lautaro Krişka atdı, getir başqa kluba gedir. Bəlkə Finaldan sonra kstati Fratezi Inzaghi ilə əməli başlı qırışmışdı. Hə, yəni belə şey olurdu. Ona görə də Bu gün də Inzaghi'nin rəhbərliyi ilə görüşü olmadı. Ayın 3-ü olmalı idi da. Ola bilsin ki, heç kim o da qaranti vermir ki, getdi. sastav qalacaq eyni. Çox adam bəlkə getdi, təzədə gələcək. Bəlkə perestroyka bir şey olacaq. 100% eləmədilər. Ağsaqqallar Şurası deyil Milan sastavı. Interin İnterin sastavı. sastavı. Hə, amma İtaliya üçün bəlkə də bəs eləyər. Bəlkə də bir dənə də sezon bəlkə oynayarlar, hə, yüksək səviyyədə. Ümumiyyətlə Amma- İtaliya üçün bəhs eləməli idi. Oranı qırağa qoysaydı buranı götürəcəkdi. Gəldi Conte uduzdu, yəni Napoli uduzdu. Hansı ki, alırsan bir dənə McTominay faktor. Külədi. Ay, eləmişəm McTominay də sala bilər o şeydə. Sezon oyunçusu McTominay doğrudan. Prosta Çempionlar Liqasını oynamayıb, ona görə biz onu Gözə görsənməyib, çox adam bəli. görməyib. Amma McTominay ilin Əsas da adamıdır ilin məncə. axırını İtaliyada mövsümün oyunçusudur məncə. Onu seçildi də. Seçildi deyə Yox, düz eləyiblər. mövsümün Pozaşnik seçildi. Pozaçnik. Amma mövsüm Oyunçu. oyunçusu mən verərdim MVP. McTominay. Konkret Amma yəni seçildi. Rangers seçildi, o da Sal City gedir. mən McTominay tituluna görə mən McTominay Yes. birinci yerə salardım. Okey, İtaliyadan danışırmışkən İtaliyada 2 dənə maraqlı transfer olub baş məşqçi. Birisinin Interizə gəldi, axır ki Allegri. Bizim Interimizə yoxdur. Bizim Sizin Milanımıza. Interiniz dediyim. Olsa Bu başqa neysə. şeydir. Sən bu- Bu ikinci dəfədir deyir, Interlə Mən Milan. Inter Milan demişim, Milana Inter demişim. Ha, Birazdan okey, mən 1-1. kommentlərdə xışlayacaqlar. Hə. Milan 7-1 köhnə dostu tapdı, gətirdi. Mən Allegri. əslində o adı birinci təzə eşidəndə yəni Milana qayıdır deyə biraz şey yanaşırdım. Amma indi baxıram elə salamatı budur. Normaldır. Çünki yox deyə bax Juventus məşqçisidir. İndi Inzaghi getsə Ən Interdə azından- məşqsiz Ən qalacaq. azından sən bilirsən ki, bu Allegri 1-0 dörtlükdə olacaq da. 1-0 olsun, nağd Hələ olsun. hələ dörtlükdə olacaq. İtalyandır. Uca yaxşıdır. Və bu ən azından yaxşıdır ki, sən iyunun əvvəlində səndə məşqçi var, hər şey hazırdır. Ona uyğun gedəcəkdir bu plan. Sonanın əvvəllərini deyir İtalyanlar. Kambiasa, Mambiasa, kim var am? Xrensim olsun. Rabio, Mabio, köhnə Çünki bütün köhnə kim var? senatorlar hamı hamısı- deyirdi ki, burada İtalyan azı komandada. İtalyanları çoxaltmaq lazımdır. Çünki doğrudan Milan çox has olmayan bir şeydir də. İtalyan yoxdur. Odur ki, məncə indi Kalabriyanı da saxlayacaq komandada görəsə. Kalabria qayıdırdı onsuz da. Qayıtsa qayıtmalı deyə Hə, Emerson. qayıdırdı onsuz da şeydə. Jones hə. da Volker göndərdilər də Manchester Volkerdə City-yə. o heç yəni Emerson məsələn ki var. Kalabria şeydə Loana Hə, getdi, bildim. qayıtdı da, hə. O dalaşmış da şeylə. Hə, hə, Conceição. hə. Sonra Conceição. sonra ikinci də kimi deyirsən? Gasperini. Gasperini Roma. Gasperini Bir də Roma. bu gün də Sarri Lazio gəldi. Sarın təqdimatını gördünüz. hə, Çox hə, zor hə, təqdimat hə, idi. hə, Görmürəm. Baxar sonra Sarri- partlaşdı. Sarri bilmirəm. Hə, onun yeri elə Laziodur. Əlbəttə doğrudan razıyam. Lazio. Seriyanın ümumiyyətlə çox belə necə deyirlər, öz balaca dünyası var. Seriya sözümü kəsim Azərbaycan çempionatı. Hər il məşqçilər bir-birinin yerinə gəlirlər. Və belə fırlanırlar. Öz balaca Ayxan bas dünyaları kamera var. basmırsan. Dəyişirlər bir-birlərini boş-boş. Seriya A-da sən yəni onsuz da Pep Guardiola falan o Hı. büdcə məsələlərini görə bilməsən, nə bilim belə cavan məşqçi, belə təzə futbol fəlsəfəsi gəlsin. Var da Terzic Palazino zətdə, Palazino misal var, üçün. İtalyan var idi. Onlar Yox, İtalyan olmayanları deyir bu. Hə, İtalyan olan gəlsin. Fabregas. Yo, gəlsin Hə, ora işte. böyük başlarda gəlsin, uğurlu olsun görüm. Məsəl üçün Thiago Motta da belə idi. də. Conceição, Thiago Motta bir yüngül cəhd oldu. Amma adamlar bacarmadı, uğursuzluq. Yox, prosta bir dənə böyük bir səhvləri odur ki, bunlar bir ortalıq komandada nəticə göstərəndən sonra sırası gedir top kluba. Granda gedir. O yəni o düz deyil də. Amma Grantda sənin üçün hansısa Empoli deyil də bu da. Yəni sən Nəticə 13-cü istəyirlər yer Palibama. tutun, sənə çox sadə gəl sən seriyada saxlamısan da bizi. Amma bu böyük komandada hansı ki 2 il məsələn çempion olmayan komanda Füsoda təzyiq başlayır da. Gedirsən Juventusa və Füsoda əlbəttə ki səndən o çempionluq uğrunda mübarizə aparmağı gözləyəcəklər də. Sən də burada uduzursan, Çempionlar Liqasını uduzursan, orada uduzursan kimə lazımdır belə futbolda? Uduzursa başqa bir hansısa gələr, eyni Kim? nəticə göstərəcək. Yoxdur. Kakoyta da naprimер deyirəm də, nə bilim, və işin Padoin İşin məsələn qəribə eyni tərəfi nəticə odur ki, göstərəcək. o cavan yeni məşqçi gəlib yaxşı futbol oynayıb sadəcə uduzub nəticə əldə eləməsə, yəni elə bir tema da yoxdur. Thiago Motta Bologna ilə dağıdır, o yan bu yan gəldi Juventus it kimi futbol oynadı. Bologna Hə, amma əslində- Balonya'nı gördün, Balon daha da yaxşı Balon göstərdi o özünü. sistem işləyir. Daha yaxşı deyəndə ki, yox, çünki o Çempionlar Liqasını çıxartmış kanal. Bu da heç Conceição'nun özü Bu da də çıxartdı da, nə nədir? çıxartmadı Çempionlar Liqasını. Çıxmadı bu. Milandan aşağı. Yox, yox. Ay, ay, ay. Kubok aldılar amma çıxmadı. O prosta Avroliqa. Avroliqa. Prosta kubokla qurtardı. Misal üçün Conceição özü də Milanı gələndə yəni cavan Portuqal məşqçilərdəndir bu futbol fəlsəfəsi o Yenə də mən elə fikir edirəm ki, çəldəcək. Milanda Conceição- gəlib pis futbol oynadı. Cansao prosta biraz məndən olsaydı mən ona biraz da vaxt verərdim Yes. də məsələn. Mən də Yayda ona bir sərmayə verərdim ki, alış-veriş. Niyə bir dənə də Joao Felix alsın getirsin? Yo, Joao Felix onsuz da o şeydə o bir sənəcə baxırdı sağa sola kim var belə. Axşam bazarı Hə, əldə kim onu varsa götürdü alır. də, ona razbafka eləmək üçün. Amma mən ona şans verərdim ki, sən sıfırdan yığ komandı özünə uyğun. Kimi istəyirsən yığ. Hı -hı.
Ona vermədilər. O onda nəticə verməsən sağ ol. Yoxsa ki, Hə. Çünki o gəldi sezonda həm Yanvarda belə gəldi. bərbad vəziyyətdə. Fonseca çıxdı, yeni il qabağı gəldi, tez bazar ala 3 günə bir dənə kubok götürdü. Uje yaxşı bir nəticə ilə yadda qaldı da. Amma yəni sən imkan vermirsən ona. Məncə biraz orada haqsızlıq oldu. Çünki o adam görsənirdi ki, istəyir nəsə eləsin. Allegri heç də köhnə tanışdır. Allegri O şansı mən sizə verirəm. Növbəti mövsüm üçün belə pulunuz var. 3 dənə transfer eləməlisiniz Milana. Kimlər transfer yox, 3 edirsiniz? dənə Milana. transfer Milana. Sən amma bir dənə məsələ var ki, Milan çempion Hələ Milandakiləri saxlayaq. Sən kimi istəsən almağa, fakt o deyil ki, hələ o obrisi gələr sənin klubuna. Çempionlar Liqasında deyilsən. Deyilsən. Okey də mümkün ola biləcək. Yəni 3 dənə nöqtə atışı transfer kimi eləyə bilərsiniz? Ağlınızda kimlər var bu dəqiqə? Mən kimi götürərdim? mən transfer əvəzi qapıçı Leaonu saxlayardım. Yox, o heç öz oyunçularımı saxlayardım dəqiq. O Milan fanatları Leao'nu niyə belə Yox, mən saxlayardım. Mən Teonu da saxlayardım. Leonu da Kim saxlayardım. oynayacaq Milanın orada? Rashford'dur da, yəni maksimum o. Yox, məndən sonra söyüş deyil ya onun ünvanını o. Yox, futbolçu keyfiyyətləri baxımından. Mən Arda Güləri götürərdim. Bura. Arda Güler. Leao'yla Rashford'un ağlı eyni şey. Arda Güler. Sağda oynasın. Yoxsa Kimi qıracaqdı oradan? Henderson Polisçi qıracaqdı. Polis yəni Polisçi 10 nömrə oynatmaq lazım deyə məncə. Hə də, Flanqda Arda sürətli bir Güler, şey mən lazım. alardım Ardanı. Sonra kimi alardım? Sağ Krayzaşıdır. Kim var? Misal üçün. Yəni Kalabriyanı saymıram da. Sağ Lukas Krayzaşı. Vazquez alardım məsələn indi. Niyə də yox? 1-2 il orada oynaya bilər. Aha, bu arada Modric söhbətləri var. Modric söhbət Var, deyilsə. var, o ciddiləşir. Hə, Çünki o da getmir o dəvələrin yanına. Gələr. Modric'in hətta 39 yaşı var. Həm də o bu uşaqlıqda Milana deyə salır keçirib. Çünki Hə. çox forma var idi. Dostu, Niyə də yox da? Bir il Seriyanın gələr. tempi ilə oynaya bilər. Məncə oynayar. O gələr bura məsələn Milana ən azından köhnə əzəmətini qaytarmaq istəyər və sonra da gedər Dinamo Zagreb'də sonuncu ili oynayar. O bilsən nəyə lazımdır? Allegri niyə onu istəyir? Razivakada bir nəfər olsun ki, Senatordur, belə. məşqçi ilə o paçanların arasında bir nəfər olmalıdır. Yox, niyə də yox da məncə elə verə bilər şey Xeyr. töhfəsini, hə. Maksimum bir sezon. Amma Hə ona belə, görə 1 illik istəyir də kontrakt. belə görürəm ki, Ardadan başqa alıb heç kim gəlmədi bu dəqiqə Milana. Oradan şey dedim, Lukas Vazquez. Niyə yox? Mən sağ Krayzaşı deyirəm, ağlıma fərqli biri Lukas gəlmir. Vazquez Açığı Realda Yoxdur çünki. hücumçu kimi başlayır. Onu lazım onu bunu deyil. O Şimdi komandasını özünü Frimpong. öldürür. Realda onsuz da o şey da Quran ayəsi kimi bir şeydir. Valverde yarım müdafiəçi, sağ winger, sol. Bir Hər yerdə oynadı. Qapıçı Qapıdan qalmışdı başqa hər yerdə Valverde. oynayır. Əgər mən hamını götürə bilirəmsə, Yamalı da götürərdim. Hədə ağın çatdın. Ona görə sənə vermirlər o pulu. O zaman mən Sağ də versinlər mən o pulu. Yamal gələndir. Nico Williams. Hani Okey. koyunuz onlar ha. Gəlin Leao- ona. Leonu qırıb, sən özün Leonu Leonu onda qırmalısan da, qırardım əgər Williams gəlsəydi. Onda istəyirsiniz biraz Gasperini Roma məsələsindən danışırıq. Açığı mən həmişədən elə gəlirdi ki, elə bir vibe alırdım ki, Gasperini Atalanta evliliyindən. Yəni Gasperini Atalanta Ferguson olmaq istəyir də, bir uzun illər burada qalacaq. O əslində belə deyək də Atalanta levelini keçməli idi, atlamalı idi belə. Elə bilmirəm. Amma Roma deməzdim ki, Atalantadan üstün bir level bir şeydir. Sən dedim ki, Atalanta idi, hələ Gasperini. Gasperini öncə Krasnı papasıdır. idi də, yəni bu komanda. Yəni gedirdi, qayıdırdı, çürdü. Atalanta Bolimenya. Siriniyak, əməlli Siriniyak. Yəni Udinese idi. Sirinyakdan yuxarı. Yox, Udinese idi də əvvəl. Belə Hala baxanda. Udinese tipində də Udinese də bəlkə pis idi. Çünki tez-tez çürdü aşağı, qalxırdı yuxarı. Burada Atalantanın bir dənə uşaq məktəbi çox güclüdür İtaliyada. Ən güclülərdən biridir. Məsələn, orada çoxlu futbolçular var ki, hansı ki Atalantanın məktəbini keçib. Və Romaya gedir. Romada yenə də pullar çox olur həmişə və onun təzyiqlər daha çoxdur. İnanmıram ki, Romada uğursuz olsun, mövsümünün ilk 6 ay deyək, uğursuz olsa, mən elə ehtimal edirəm ki, Gasperini vaxt verməyə də bilərlər və yəni böyük orada belə klublardakı təzyiq var orada da. Atalanta əyalət komandasıdır, Romada paytaxt komandasıdır və özünə də paytaxtın bir nömrəli komandası statusunu vermədə israrlıdır və hardasa bəlkə də düz deyilir. Amma ona görə də tələb daha çoxdur, azarkeşlər kütləsi daha çoxdur. Ona görə də məncə sразу rezultat Okey, amma sən Romadan nə rezultat istəyə bilərsən? Romadan nə gözləyə bilərsən? Serial udmayacaq. Uzaq konfranssız adı. Çempionlar Liqasına düşdün də. Neçə il yoxdur orada. İndi düşməyinə düşər. Yəni düşmə rezultatdır deyirsən Roma Onlar üçün. hə, son illərin uğursuzluqlarından sonra hə. Niyə də yox? Görək də nə göstərir? Biz də onda keçək yavaş-yavaş. Baş Späti sponsorumuz. Roma Hə, buyur. Inter 5-0 final Interə qayıtdı. Inter axırıncı dəfə 5-0 bilsən nə vaxt uddu? Luis Enrique'nin Romasında idi. Luis Enrique orada da 5-0. Harda görür Interi döyür. Hə. Onda keçək
bizim baş sponsorumuz misli ilə həftənin oyunlarına, deməli 2 dənə həftənin oyunu seçmiş. Biri Almaniya Portuqaliya oyunudur, hansı ki bu veriliş bu buraxılış yayımlanandan 1-2 saat sonra başlayacaq oyun özü. Bir də İspaniya Fransa oyunudur. Siz burada əmsallarını görəcəksiniz ekranda. Nə gözləyirsiniz? Çünki mən bildiyim qədərilə bu cütün qalibləri artıq Millətlər Liqasının qalibiyyəti uğrunda, kubok uğrunda qarşı-qarşıya gəlir. Bu indi nədir? Yarım final sayılır yoxsa Yarım nə? Hə, yarım final. Almaniyada keçirilir. Mən heyətlərə baxdım. Adlara görə ən zəif heyət Almaniyadadır. Yes. Amma öz evindədir Almaniya. Məncə fikirləşirəm ki, Almaniya bir dəfə öz evində olmuşdu yadımda 2006-da. Portuqaliya top sastavdır da Portuqaliya. Ronaldo da var. Nəyə görəsə finalı Fransa Portuqaliya görürəm. İspanlılara inanmıram ki. İspaniya Fransa məncə erkən final hesablayardım. Və orada bir Dembele Yamal Yes. mübarizəsi də. Maraqlı bir Dembele şey gəlir oldu. o şey. Necə olmur o? Çağırılıb mən bilmirəm. Necə Nə olmasın? olub oğlum imkan verir dincəlsin də. Bildinmi də indi Çox lonkadır. Özüm o futbolçular yayda ala. Öylədir də. Çapacaqlar ola. Aba indi təzəcə final olub. Gedir liqa şeydə oynayır Millətlər Liqasında. 2 dənə oyun da albadalı Sonra bir deyə. həftə Sonra dincə Dünya Və sonra gedir çempionatına. Amerika. Ona bu nə də oğlum imkan vermirlər. Ha, çox biabırsıdır. Hə, o şimdi nəsə mən fikirləşirəm ki, Portuqaliya İspaniya finalı. Portuqaliya, İspaniya. Okey, onda bu oyun özəlində bu hər iki oyuna hesab təxminləriniz nədir? Almaniya Portuqaliya ilə elə Portuqaliya məncə rahat udacaq almanları, amma mən belə bir təxmin deyim. Gol. Hər iki komanda gol vuracaq. Müəllim Sastavzadə də Portuqaliya yəqin ki, onsuz da yes, elə ona görə istəyirəm aparsın bu ömrün son sezonda. günləridir, nə qədər oynadım Kimi oynadım. Ronaldo. Ondan sonraları gedəcək. Gördünüz ki, sən dəfəki açıqlamasını, nəsə bir testi Test salıblar. elədi, 28 yaşı 28 çıxdı, neçə yaşı çıxdı. Fizyonomik yaşı 28 çıxıb deyir, onda bir rahat Onda oynayıram, Bəs İspaniya Fransa oyunun hesab təxmini nədir? 2-1 Fransa. İnanmıram. Sən Fransa deyirsən. Həm deyirəm, həm də istəyirəm. Amma mən deyirəm ki, oyun və əsas vaxt heç olacaq. Ha, uzatmaya gedəcək. Hə, uzatmaya Yenə gedəcək. Hə. bunlar deyəsən bundan əvvəl uzatmalarla Hə, gediblər. hə, İkisi də hə. penaltilərdən Hə. keçib deyəsən. Əslində bir söhbət var ki, bu son Avropa çempionatındakı İspaniya aşağı-yuxarı eyni heyətdir. Yamal onsuz da formada Eyni də, gəlir. Barselonada, Barselona nə idi ola? Fransada amma şey məsələsi var ki, yəni ön hücum xətti, Barkolası, Dembelesi PSG-dən gəlir. Mbappé, Duesi, Mbappé özü Real nə qədər pis mövsüm keçirsə də adam Bu da zor komanda. Mbappé belə götürəndə pis mövsüm keçirmir bəsində. Zor keçirir. Normal mövsüm Yenə keçirir. də biz o mövsüm zor olub. Onun üçün şəxsi olaraq yaxşıdır. Amma komandası çox zəif nəticə göstərdiyinə görə ona görə gözə görünür. Gözü görünmür. Okey, onda görə bu gələn həftəyə qədər, gələn buraxılışa qədər biz bu oyun nəticələrini də görəcəyik, biləcəyik və biləcəyik ki, finala kimlər çıxdı. Final nə vaxtdır? Finala həftə sonu deyəsən. Hə, yəni ard-arda olacaq da, bir də 8 il gözləmək lazımdır. Bazar ilə həll eləyib şey. Hə, gedirlər şəxs. Çünki o qədər oyun var ki, onun arxasınca başqa bir şey var. Şeydə sonra seçmə mərhələsi olacaq. Norveç, İtaliya məzəl. Sonra adına da Aziyada son 2 tur olacaq. Bilinəcək Özbəkistan düşmür. Çox maraqlı oyunlar olacaq. Cənubi Amerikada oynayır. Braziliya, əsas da Özbəkistan. Anzotsun Braziliyası oynayacaq, debüt olacaq. Hə, ona baxmaq olar. Anthony çağırıb görüb King Anthony ilə Casemiro hətta çağırıb. Endrik söhbəti çox pik idi. Bratxasıdır. Endrik söhbəti çox zor idi. Deyir Endriki çağırmamısınız, deyir klubunda oynamırıq. Ay belə zındır deyəsən. Daşı və yoxacaq. Konkret. Onda bu həftəlik yekunlaşdıraq Qərb Ekspresini. İnşallah gələn həftə ümidvaram ki, danışmağa daha çox mövzumuz olar. Bilmirəm, indi belə fikirləşəndə nə danışacağıq, Don Qurca aparır məni, amma inşallah danışmağa bir şey taparıq. Futbol olmasa da başqa bir şeylər. Millətlər Liqasının finalından sonra danışacağıq. Ondan sonra nə danışaq biz? Ondan sonra danışacağıq seçmə mərhələsi haqqında. Ondan sonra çempionat başlayacaq da dünya çempionatı. Bəli, ona görə də növbəti həftədən etibarən moderator Ələkbər abi deyib bütün yayın axışını nizamlayacaq. Olimpiyada zad yoxdur. Mən də yayın. O nə idi o? Qış olacaq. Qışa hazırlıq. Sonda da onu deyim ki, verilişimizin baş sponsoru tam qanuni və güvənli mərc oyunları operatoru Misli idi. Və bununla da Qərb Ekspresinin 40-cı buraxılışını yekunlaşdırırıq. İnşallah gələn həftə yenə də danışmağa tema tapıb gələrik. Görüşərək, öpürəm hamınızı.